Herkese salam, ben Ayhan. Bugün sizlerle günlük vlog çəkəcəm. Gəlin onda videomuza başlayaq. Bu arada onu da bildirmək istəyirəm ki, saat hal-hazırda 1 işləyir və mən indi məktəbə hazırlaşacağam. Deməli, indi cədvəlimi yığıram. Bugün bu ətri sıxacağam. Molekul həqiqətən mənim ən sevdiyim ətirlərdən biridir. Sırğa olaraq bugün bunu tapmaq istəyirəm. Deməli, indi məktəbdən evə gəlmişəm. Yeməyimi yedikdən sonra dərslərimi oxuyacağam. İndi cədvəlimə baxıram ki, sabaha sadəcə yazılası riyaziyyat var. O da QR koddur. Digərlərinin hamısı summativdir və təkrar qaldıqlarımızdır. Amma mən summativ olanları indi buradan təkrarlayacağam ki, summativdə də 5 alım. Bu hissəni oxudum. İndi isə keçəcəm mürəkkəb feillər, feilin təsdiq və inkarı, feilin zamanları, keçmiş zaman, indiki zaman, gələcək zaman, onları onsuz da bilirəm. Bir dənə buradan feilin təsdiq və inkarı, feilin zamanları, mürəkkəb feillər və feilin qrammatik məna növləri və məsləri oxumalıyam. Bura. Çox çünki dediyim kimi o hissələrdən summativə düşəcək. Və Azərbaycan dili kitabının arxasından sözlərin mənalarını təkrarlamalıyam ki, çünki sözlərin mənasından da müəllim suallar salıb KSG-mizə. Oxumamdan demək olar ki, yarım saat keçdi və mən demək olar ki, hamısını öyrəndim. Hələ məktəbdə tənəffüsdə yenə təkrarlayacağam onsuz da. Buranı da oxuyuram, bitir. Dünənləri məktəbə gedərkən belə bir makyaj çantası aldım. Shorts videolarımdan da görmüsünüz ki, mənim makyaj çantam nazik və krem rəngi idi və mən onu heç bəyənmirdim. Yəni onu içərisini doldurduqdan sonra sadəcə bir həftə saxlayırdım. Yəni ürəyim qısılırdı da, heç bəyənmirdim onu. Və makyaj çantası almağa getdim bir həftə əvvəl. Tapa bilmədim bundan. Belə bir şey istəyirdim, belə geniş olsun falan. Mənim istədiyim cür makyaj çantaları olmadığı üçün yenə də hər gün gedirdim. Axırda gətirdilər. Çünki sifariş vermişlər yəni. Və həmin yerdən axırda belə bir çanta tapdım dünən. İçi də həqiqətən çox genişdir və sıxılmayacağım bir makyaj çantasıdır. Baxın, belə qəşəng görünər də. İndi isə bunun içərisinə gündəlik istifadə etdiyim makyaj vasitələrimi dolduracağam. Belə bir nəmləndirici. Bu nəmləndiricini həqiqətən çox sevirəm. Liner. Düzdür, gündəlik həyatda liner istifadə etmirəm, amma bəzən istifadə etdiyim üçün bir də makyaj çəkməcəmə açmaq istəmirəm. Yəni direkt olaraq buradan götürürüm. Ağ göz karandaşı. Mary Kay'in belə bir gözaltı konsileri. Bunun rəngi mənim həqiqətən çox xoşuma gəlir. L'Oreal'ın teleskopik maskarası. Bunu yeni almışam. Həqiqətən çox bəyəndim. Mən ümumiyyətlə indiyənə qədər L'Oreal'ın panorama maskarasını yoxlamışdım, amma ən çox sevdiyim bu oldu L'Oreal'dan. Keçdik pomada hissəsinə. Bu 4'lü, daha doğrusu 5'li. Bu hissə qaş üçündür. Lip gloss olaraq Golden Rose'un belə bir lip glossu. Çox gözəldir, parlaqdır, amma dodaq kombosu edəndən sonra üzərinə biraz vuracağam ki, daha qəşəng görünsün. Çünki rəngi həqiqətən çox açıqdır və mənim də cilt tonum, yəni üz rəngim çox ağ olduğu üçün mənə elə ağ rəng, çox belə açıq rənglər yaraşmır, bəyənmirəm özümdə. Dodaq karandaşı olaraq MAC-ın 22 nömrəli dodaq karandaşını götürəcəm. Gündəlik həyatda ən çox o rənglərdən istifadə etdiyim üçün. Və dodaq kombomun son parçası Superstay, belə bir 24 saat qalan güyada nəysə mat bir pomada. Və maskara vurandan sonra kirpiyimi ayırmaq üçün belə bir, bu əvvəl qaş gelini idi, bilirdən sonra kirpiklərimi ayırıram. Çünki mən tam maskara vurmağı sevmirəm. Sadəcə uclarına tətbiq edib bundan keçirəm və çox qəşəng qalınır. Rumiana fırçası və sponcum. İndi isə bunları bir-bir yerləşdirək. Makyaj çantam bu şəkildə görünür. Son olaraq makyaj çantama yer ayırmaq qaldı. Bunları bu hissə edirəm. Və nəticə məncə çox gözəl görünür. Harika. Makyaj çantamı hazırladığıma görə artıq rahat makyaj edə biləcəm.
Bir an mənə həvəs gəldi və indi makiyaj eləmək istəyirəm. Bir məhsulları çıxardaq. İstədiklərim əlbəttə hamısı ilə yox. Makiyajımı bunlarla etmək istəyirəm. Makiyajımı bitirdim. İndi isə bunları yerlərinə yığacağam. Bir yandan həm mənə makiyaj eləmə həvəs gəldi, həm də marketə gedirdim, elə tam üstünə düşdü. Çanta olaraq bu çantanı götürəcəm. İçərisi də belədir. Burada əslində belə ipi var, amma bu daha yaxşıdır. Amma öncəliklə içərisinə pulqabımı qoymalıyam. Hava yağışlı olduğu üçün kombinimi belə etdim. Palto, çanta və şalvar. Həm dərslərim bitdi, həm də ki işim olmadığı üçün istəyirəm ki makiyaj vasitələrimi təmizləyim. Ən əsas da göz tenlərimi. Məsəl üçün bunlar qala bilər, bunlar da qalsın. Tananilər onsuz da çox vaxt istifadə etmədiyim üçün, yəni istifadə edəndə də bunlar zaten kirlənmədiyi üçün onlar qalır. Buradan highlighter paletlərim də mən ümumiyyətlə highlighter nadir hallarda istifadə edirəm. Ona görə o da qalır. Bronzer və rumyanaları da təmizləyəcəm. Gördüğünüz kimi bunları təmizləyəcəm, çünki ən çox batan bu məhsullardır. Öncə yaş salfetlə silib, daha sonrasında quru ilə qurudacağım ki, nəm qalmasın və ləkələnməsin. Son olaraq yerləşdirməsi qaldı. Videomu bura kadar izlediğiniz için teşekkür ederim. Ümid edirəm ki beğendiniz. Videoma like atıp kanalıma abone olmayı unutmayın. Videomu beğendiyseniz mütləq şərh yazmağı unutmayın. Sağ olun.